Rusiya ordusu bu gecə Qərbi Ukraynada əsas şəhərlərdən biri Ternopol şəhərinə zərbələr indirib. Həmin görüntüləri təqdim edək. Daha sonra digər görüntülərimiz də olacaq. Təbii ki, bu hücumlarla bağlı və hər kəs də bunu 1 iyunda Ukraynanın Rusiyaya etdiyi hücumlarla əlaqələndirir və deyirlər ki, Rusiya artıq hərəkətə keçib və cavab verir.